Salam məzmun müəllimlər, bu gün sizinlə artdən belə bir nümunə sualına baxırıq. İsti kalium OH məhlulundan xlor qazı buraxdıqda 3 mol duzlar qarışığı alınıb. Reaksiyaya daxil olan xlor qazının həcmini bizdən istəyir. Deməli, kalium OH xlorla reaksiyaya girir. İsti temperatur dediyinə görə, deməli, burada kalium xlor və kalium xlor O3 alınacaq. Bir də əlavə olaraq su yaranmış olacaq. Reaksiyonu əmsallaşdırsaz, xlorun qabağına 3, kalium 6, 5, burada bir 3 yazsaq bərabərləşmiş olacaq. İndi bizə deyir ki, 3 mol duzlar qarışığı. Biz bilirik ki, duz burada kalium xlorla kalium xlor O3'dür və birlikdə 6 mol duz qarışığı yaranır. Amma bizə 3 mol verib. Reaksiyaya daxil olan xlor qazının həcmi. Baxıram ki, normalda reaksiyaya 3 vurulsun 22,4 litr xlor girir. Deyirəm ki, 67,2 litr xlor reaksiyaya girəndə 6 mol duz qarışığı yaranırdısa, bəs neçə mol xlor qazı reaksiyaya girəndə 3 mol duz qarışığı yaranacaq. Buradan x hesablayacaqsınız 33,6 litr.